İran Rusiya ilə müasir zenit raket komplekslərinin alınması barədə 500 milyon avro dəyərində gizli saziş bağlayıb. Bu barədə Financial Times nəşri məlumat yayıb. Bildirilir ki, sənəd ötən ilin dekabrında Moskvada imzalanıb. Razılaşmaya əsasən, Rusiya 3 il ərzində İrana 500 ədəd Verba tipli daşınan buraxılış qurğusu və 2500 ədəd 9M336 raketi tədarük etməyi öhdəsinə götürüb. Tədarüklərin 2027-2029-cu illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Nəşrin yazdığına görə, müqavilə Rusiyanın dövlət silah ixracatçısı Rosoboronexport ilə İran Silahlı Qüvvələrinin Müdafiə Nazirliyi və Maddi Texniki Təminat İdarəsinin nümayəndəsi arasında imzalanıb. Sənədlərdən məlum olur ki, Tehran bu sistemlərin alınması ilə bağlı rəsmi müraciəti ötən ilin iyulunda edib. Qəzet həmçinin xatırladıb ki, ötən ilin iyun ayında ABŞ qüvvələri İranın 3 əsas nüvə obyektinə zərbələr endirmişdi.